BP Xəzərdəki kəşfiyyat və işləmə blokunda pay alıb. Bakı Enerji həftəsi çərçivəsində sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gary Jones imzalayıb. Birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən Qarabağ neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci il imzalanan risk xidməti sazişi mövcuddur. İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi Danuluzu Aypara sahəsidir. Bu sahə bir sıra kəşf olunan və perspektiv strukturları əhatə edir. Xatırladaq ki, ikinci bloka aid hasilatın pay bölgüsü sazişi də eyni dövrdə imzalanıb. BP hər iki müqavilə üzrə SOCAR-dan 35%lik iştirak payı alıb. Qalan 65%lik iştirak payını isə Dövlət Neft şirkəti özündə saxlayır. Yeni müqavilələr uzun müddətli tərəfdaşlığa əsaslanmaqla infrastrukturun səmərəli istifadəsi üçün imkanlar açacaq.